Müəllimə, siz mənə deyin, oyunlar xarakterinə, məzmununa görə neçə yerə bölünür və oyunlar uşaqların həyatında nə kimi rol oynayır? Oyunlar məzmununa görə iki yerə bölünür. Bir yaradıcı oyunlardır, bir də qaydalı oyunlardır. Oyunlar uşaqların həyatında, yəni əqli əqlilərinə təsir göstərir. Məqsədi uşaqlar nitqini inkişaf elətdirir, həyata dərk eləyirlər. Uşaqlar burada bir-birinə kömək etmək, ədalətli olmaq kimi bacarıqları uşaqlar aşılıyor. Hafizələrini, təfəkkürlərini, fərdi xüsusiyyətlərini, kollektivdə oynamaq bacarıqlarını inkişaf elətdirir. Qaydalı oyunlar özü neçə yerə bölünür müəllimə? Qaydalı oyunlar iki yerə bölünür. Bir didaktik oyunlar, bir də mütəhərrik oyunlardır. Mütəhərrik oyunlar hansı inkişaf sahəmizə aiddir? Fiziki inkişaf sahəsinə aiddir. Yaxşı müəllimə. Siz mənə deyin müəllimə sərbəst oyunları. Sərbəst oyunlar uşaqlar öz yaşıdları ilə oynayırlar. Onların ehtiyacları olduqda, yəni kömək ehtiyacı olanda böyüklər onların köməyinə gəlir. Yaxşı müəllimə, bəs təklikdə oyun neçə yaş əhatə edir? Təklikdə oyun 0-2 yaşı əhatə edir. Bəs o hansı yaş qrupudur ki, uşaq artıq asosiallıqdan çıxır sosiallığa, yəni sosial oyunlara cəlb olunur? Əməkdaşlıq oyunları 3-4 yaş. Əla müəllimə, bəli, düzdür. Yaxşı, nəzəriyyələrdən də verim müəllimə sizə. Müəlliməni qəbul edim. Nəzəriyyələrdən də verim. Deyirəm ki, təhsil bir incəsənətdir. Fikri hansı yanaşmaya aiddir? Valdorf yanaşması. Valdorf yanaşması nəyi üstün tutur uşaqlarda? Valdorf yanaşması uşaqlarda Valdorf yanaşması üstün tutur. Yəni uşaqlar məktəb oxuyub qutaranda da elə oxumalıdır, öyrənməlidir ki, heç kimə ehtiyacları olmasın. Birgəlik, bərabərlik, humanistlik, ideyalarını bölüşmək, öz fikirlərini demək Valdorf yanaşmasındadır və ümumiyyətlə müəllimə Valdorf deyirdi ki, 7 yaşa qədər uşaqlara oxu və yazı bacarıqlarını öyrətməyin. Yəni ümumiyyətlə yazı etməsinlər. Yəni məktəb dərsləri ümumiyyətlə keçirməsin. Amma 7 yaşına qədər uşaqlara ev işləri, məktəb işləri olmaz. Bəs müəllimə, yaxşı biz deyirik yazı bacarıqları verməyə, oxu bacarıqları elətdirməyə də, yəni oxumasınlar kitabdan. Bəs necə edərsiniz o yazı bacarıqlarına, yəni uşaq yavaş-yavaş hazırlaşsın? Yəni yazıya hazırlaşsın o barmaqları necə edərsiniz? Yanaşmalarını deyirsiniz də yəqin. Məsələn də yazı yazmayacaq indi uşaq 7 yaşdan sonra. 7 yaşa qədər siz necə inkişaf elətdirərsiniz uşaqların əl-əzələlərini? Kiçik motorikasını necə inkişaf elətdirərsiniz? Mən deyim müəllimə. Yox, müəllimə qoyun Sahilə müəllimə desin. Dil işi ilə məsələn. Kiçik motorika məsələn muncuqları düzmək, noxudları ayırd etmək, balaca təbaşirlər tutmaq, onları yəni elətdirməklə uşaqlar kiçik motorikanı inkişaf elətdirə bilərsiniz. Daha sonra oxunu necə inkişaf elətdirərsiniz? Uşaqlara şəkilli kitablar alaraq, amma özünüz danışın. Məsələn, uşaqlar yatırır, məsələn gecə nağıl danışa bilərsiniz. O da yavaş-yavaş uşaqlarda kitaba artıq sevgi yaradacaq. Yəni belə inkişaf elətdirə bilərsiniz. Sonra müəllimə, siz mənə Gardnerin intellektindən deyin. Məsələn, 2-3 dənə intellektini sadalayın. Gardnerin intellekt nəzəriyyəsi, yadıma çıxdı. Məsələn, verbal lingvistik var idi. Verbal lingvistik var, məkan vizual var. Naturalist var, bədən kinestetik var. Məntiqi riyazi intellekt var. Əla. Nazidə müəllimə, siz mənə deyin, monoloji nitq nədir, dialoji nitq nədir? Monoloji nitqdə insan öz-özünlə danışmaqdır. Məsələn, tutaq ki, nağıl danışırıq, o monoloji nitqdir. Dialoji nitqdə iki insanın bir-birindən dialoq qurmağı, ünsiyyətdə olmağıdır. İnkişaf sahələri kimi, yəni ayırd edin bunları? Sosial-emosional aiddir. Hansı? Dialoji nitq.
Aha, monoloji. Monoloji nitqdə o fərdidir, müəllimə. Bəli, idrak. İdrak Aha. fərdidir. Neçə cür planlaşdırmadan istifadə edilir məktəbə qədər təhsil müəssisələrində? Cari planlaşdırma var, həftəlik planlaşdırma var. Cari planlaşdırma Cari bir də illik var müəllimə. Cari həftəlikdir, bir də perspektiv illikdir. İllikdə də il boyu keçəcəyimiz mövzuların standartlarıdır, mövzulardır. Cari həftəlikdə də gündə hər gündə keçiriksə həmin onun planını tutur. Deyim müəllimə, illik planlaşdırma nələrə aiddir? İllik planlaşdırmaya müəllimə məşğələlərdir, resurslardır, standartlardır. Aha. Bunlara Mövzudur, inteqrasiyadır, tarixdir. iş formaları, bəli. İş formaları caridir müəllimə. İş formaları cari aiddir. Sonra müəllimə. Məsələn, illik planlaşdırmada biz ardıcıllığı nəzərə almalıyıq. Xronoloji, psixoloji və məntiqi ardıcıllıq. Nədir məntiqi ardıcıllıq müəllimə? Xronoloji ardıcıllıq müəllimə. Məntiqini müəllimə. Sadədən mürəkkəbə getməliyik də müəllimə. Hansında, müəllimə bir dəqiqə, hansında dediniz? Ümumi deyirəm, ümumi Yox, bilirəm müəllimə. Yox, deyirəm, dediniz ki, 3 cür var da, xronoloji, məntiqi, bir də psixoloji. Mən də deyirəm ki, müəllimə, siz mənə məntiqini deyin. Məntiqi ardıcıllıq müəllimə məsələn uşaq düşünərək cavab verir. Tutaq ki, yaz fəslidir. Yaz fəslində nə olur? Çiçəklər açır, ağac